rəyləri birdən oxuyun. Görün nə qədər insanlar bu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən işindən azad olunubdur. Yəni bunlar onları görmür ki, o yazılan rəyləri oxumurlar bunlar. Yəni heç maraqlı deyil onlar üçün ki, baxın görün videoların altından, bax o videoların altından nə qədər insanlar, təsəvvür eləyin nə qədər insanlar orada öz etirazlarını bildirirlər. Bizi də belə çıxartdılar, heç bir xəbər vermədilər, heç bir işlə tanış eləmədilər, nə bilim, nə eləmədilər. Siz görmürsünüz o rəyləri orada. Adamın vicdanı olaraq, yəni insanları bu vəziyyətə salmaq lazım deyil. Bir girin oxuyun, bir xəcalət çəkin, bir nəticə çıxarın ki, insanları nə vəziyyətə qoymusunuz. Nə vəziyyətə qoymusunuz. Bir oxuyun da heç olmasa o rəyləri. Keçən dəfə də dediyim, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi özbaşınalığı və burada bəzi saxtakarlıqlarla bağlı mən keçən dəfəki video çıxışlarımda da deməli bunları vurğulamışam, amma burada əsas məsələlər var. Yəni burada işçinin heç bir məsələdən xəbərdar olmaması, əmrlə tanış olmaması, hansı intizam pozuntusunun hansı intizam qaydalarının pozulması var. Bunu belə işçinin özünün xəbəri yoxdur. Ərizəsi öncədən alınmayıb, heç bir araşdırma aparmadan işə götürən tərəfindən əgər işçi işdən uzaqlaşdırılırsa və şifahi olaraq telefonla bildirilir ki, müdürün göstərişidir. Müdürün göstərişidir. Və müdür bilər, mən bilərəm, bu cümlə ilə, bu cümlə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuyor. Bunun heç bir hüquqi əsası yoxdur. Gəlirik əsas məsələyə, burada işə götürən işçiyə qarşı qanunvericiliyə deməli, aid olan hansı prosedurları pozur burada? Bir, məsələn, işçinin işdən çıxarılması barədə əmrlə işçi tanış olmuyor. İşçi heç bir hansı əmrlə bu adam işdən çıxarılıbdır, hansı əmr göstərilibdir orada, bundan işçinin ümumiyyətlə xəbəri yoxdur. Əsas məsələ burada təqdimatı kim veribdir? JEK müdürü deyir, bizim xəbərimiz yoxdur, idarə özü bilir. İdarədən deyirlər ki, idarənin bir deməli, mühəndisi var, Kamal bəy. Kamal bəy bildirib ki, bəs JEK-dən məlumat verilməsə, idarə hardan bilir? Yaxşı, nə idarənin xəbəri yoxdur, nə bu 126 sayılı JEK-in xəbəri yoxdur. Yaxşı, sizin nədən xəbəriniz var? Nəysə, gəlirik ikinci bir məsələyə. İşçiyə xitamın səbəbi və bir də hüquqi əsasının rəsmi qaydada bildirilməsi. Qanunvericilikdə bunlar hamısı göstərilibdir. Əmək məcəlləsində bunlar hamısı göstərilibdir. Məsələ budur burada. Bunların heç biri işçiyə təqdim olunmayıb, işçiyə izah olunmuyor. Daha sonra üçüncü proses nədir burada? İşçidən yazılı izahat alınmayıb. Əgər burada hər hansı bir intizam pozuntusu varsa, işə gəlməyibsə, nə bilim, imza atmayıbsa, hər hansı bir intizam pozuntusu həyata keçiribsə, burada işçinin izahatı belə alınmıyor. Daha bir məsələ burada xidmət, belə deyək də, xidmət araşdırması və bir də ki, bu, necə deyim, lazımı yoxlamalar aparmadan işçinin işinə xitam vermək, yəni, bu doğru deyil. Bu doğru deyil. Daha sonra işçiyə heç ümumiyyətlə işçiyə burada nə müdafiə, nə də ki, izahat vermək hüququ belə tanınmayıbdır burada. Yəni, əgər işçi ilə həqiqətən də bu rəsmi diyaloq aparılsaydı, işçi bəlkə də özünü hər hansı bir qanuna uyğun şəkildə müdafiə eləyərdi. Ona dediyim kimi izahat vermək hüququ belə verilməyibdir. Altıncı məsələ nədir? Altıncı məsələ ondan ibarətdir ki, məsələn, xitam əmri verildikdən sonra sənəd və imza toplamağa başlayıblar. Təsəvvür edirsiniz buna? Yəni, xitamı sonradan əsaslandırmağa cəhd edirlər burada. İşdən çıxarılma olub 23 iyul 2026-cı il, amma bunlar 27-si, səhv eləmirəmsə, ya 28-i, məncə 27-si olubdur. İndi bir gün irəli, bir gün geri ola bilər tarixdə. 5-6 gün sonra bu insanlar, yəni bu işə götürən, yəni qurum tərəfindən başlayırlar sübut toplamağa. Və təbii ki, işçilərə bir-bir zəng eləyirlər. Keçən dəfə də dedim mən, işçilərə bir-bir zəng eləyirlər, gəlib imza atsınlar burada. İşçi yazıq neynəsin?
gəlib oraya imza atmasa, bilir ki, sabah da bunu, həmin aqibət bunu da gözləyir. Mən burada işçiləri qınamıram əslində. Amma işçilər bilməlidir ki, hər birini, bax, bu aqibət gözləyir zaten. Və bütün prosesi təsəvvür edin ki, bunlar gizli aparırlar. İşçinin heç bir xəbəri olmadan, heç bir sənədlə tanış olmadan təsəvvür edin ki, burada bütün proses gizli aparılır. Qaradağ rayon mənzil kommunal təsərrüfatı birliyi tərəfindən və 126 saylı JEK, yəni mənzil istismar idarəsi tərəfindən bütün proseslər gizli şəkildə aparılır. İşçinin heç nədən xəbəri yoxdur. Yəni rəsmi bildiriş əvəzinə, məsələn telefonla şifahi olaraq, məsələn sənin iş və xitam verilib, sən bu gündən işdə deyilsən. İndi gəlin baxaq görək burada sənədlərin və sübutların saxtalaşdırılması varmı? Bəli. Əgər sənədlər sonradan tərtib edilib, lakin üzərində həqiqi tərtib tarixi göstərilibsə, bu onların etibarlılığına şübhə yaradır və məhkəmə tərəfindən də, əgər iş məhkəməyə təqdim olunarsa, məhkəmə tərəfindən də bu qiymətləndirilə bilər. Əgər sənədlərin tarixi, məzmunu və yaxud da ki, imzaları bilərəkdən saxtalaşdırıblarsa, bu sənəd saxtalaşdırılması kimi hüquqi məsuliyyət doğura bilər. Bu kimi proseslər də var burada. Əgər xitamdan sonra süni şəkildə sübutlar yaradırlarsa və güya xitamdan əvvəl mövcud imiş kimi təqdim edirlərsə, bunun özü belə məhkəmədə həmin sübutların etibarsız hesab olunmasına səbəb ola bilər. İndi baxın, Mənzil Kommunal Təsərrüfat Birliyində bir nəfər bu günə qədər işçi işə götürən, yəni rəhbərlik və onun məsul şəxsləri və 126 saylı JEK tərəfindən işçiyə heç bir açıqlama verilməyib bu günə qədər. Heç bir, deməli 288 manat səhv eləmirəmsə, deməli pul ödənilibdir. Bu da nəyin ödənişidir? Bilinmir. İşlədiyi dövr ərzində məzuniyyət haqqı verilibmi? Xeyr, verilmir. Bunu da qeyd edilir. Deməli, işlədiyi dövr ərzində müəyyən vaxtlarda, deyək ki, 3 aydan birdimi, 6 aydan birdimi, işçi geyimi ilə, həmin o işçi geyimi ilə təmin olunubdur? Xeyr. Neyniyiblər bu geyimi? Kimə veriblər? Kimə satıblar? Baxın, nə qədər suallar çıxır meydana və mən də çalışacağam ki, bu məsələni sonuna qədər araşdıraq. Görək bu məsələ nədən ibarətdir? Bu işçilərin başına bu oyunu niyə gətirirlər? Günü 12 manata işləyən bu işçilərin başına bu oyunu niyə gətirirlər? Bax, məsələ budur burada.